Nəticələrə əsasən birinci ixtisas qrupu üzrə 690 balla Muxtar Respublikada ən yüksək nəticəni Naxçıvan şəhərindəki Qızlar Liseyinin məzunu Sehrin Cəfərova göstərib. Mən imtahanlara həm özüm, həm də müəllimlərimin köməyi ilə hazırlaşmışam. Uşaqlıqdan kimya fənninə xüsusi həvəsim olmuşdur. Buna görə də gələcəkdə təhsilimi Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzərində davam etdirmək istəyirəm. Birinci imtahanda 293, ikinci imtahanda 397 bal toplayaraq ümumilikdə 690 bal toplamışam. Şahbuz rayonunun Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmailova da qabaqcıl məzunlar sırasındadır. Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni isə o əldə edib. Mümkün 300 balı toplamış və ən yüksək nəticəni əldə etmişəm. Ümumi təhsil məktəbləri arasında keçirilən Ümummilli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsində iştirak etmiş və 3-cü yerin qalibi olmuşam. Qəbul imtahanının ikinci mərhələsində ikinci ixtisas qrupu üzrə imtahan vermiş, 357 bal toplamışam. Ümumilikdə 657 bal toplamışam. Gələcəkdə təhsilimi Azərbaycanda maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Yüksək nəticə göstərənlərdən Naxçıvan şəhər 5 saylı tam orta məktəbin məzunu Enes Hüseynli gələcəkdə hüquqşünas olmaq istəyir. O əldə etdiyi nəticəni növbəti hədəfinə çatmaq üçün uğurlu başlanğıc kimi dəyərləndirir. 3-cü ixtisas qrupunu seçmişəm. Buraxılış imtahanında 290.6, buraxılış imtahanında isə 383.7 bal, ümumilikdə isə 674.3 bal toplamışam. Bu imtahana hazırlaşarkən əsasən dərslərdən və əlavə materiallardan istifadə etmişəm. İmtahana hazırlaşarkən dostlarımın dəstəyi və müəllimlərin kömək eləməsi çox əsas rol oynamışdı. Mən həmçinin sınaq imtahanlarında da iştirak eləmişəm. Bu imtahana hazırlaşmaqda əsasən çox sual görmək mənə çox böyük köməyi oldu ki, mən burada öz çatışmayan tərəflərimi müəyyən elədim və bu sahələr üzrə də özümü inkişaf elətdirdim. Biz də yüksək nəticələri ilə böyük sevinc yaşayan bu gənclərimizi təbrik edir, gələcək təhsillərində uğurlar diləyirik. Sacidə Hüseynova, xanım Rüstəmzadə, Cəmil Məhərrəmov, NTV Xəbər.